Sizə elə bir mənzil təqdim edirəm ki, həm kubcalı, həm əşyalı, həm yeni təmirli və keyfiyyətli təmirli. Bir sözlə əsl siz istəyən mənzildir. Yerləşməsi də yaxşıdır. Nərimanovda yerləşir. Metroya piyada 6-7 dəqiqəlik məsafədədir. Yeni tikili binada dediyim kimi yeni təmirli və təmirdən sonra bir gün belə yaşayış olmur. Mənzildə gözəl də dizaynı var. İndi bu mənzildə nə var nə yox hamısını tam xırdalığına qədər sizin nəzərinizə çatdıracağam. Vaxt itirməyib başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə bu hissədə dolabımız yığılıb. Var içərisini göstərdim. Tam axıra kimi də demək olar dərinlikdə, ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyası tam rahatlıqla yerləşdirəcəksiniz. Bu hissədə tresuarımız açarlıq, gözəl, böyük, güzgü yerləşdirilib, gizli işıqlar. Döşəmə qranitdir. İsti döşəmə ilə təchiz olunub. İşıqlandırmada isə lüstr, spotlar, gizli işıq, əlavə olaraq bura işıqlar da yerləşdirilib. Otaqların yerləşməsini deyimsə, daxil olduqda solda yerləşir mənzilin sanitar qovşaqları ayrı-ayrı bir yerdə deyil. Buradan gələndə sağda yerləşir mənzilin mətbəxi. Bu hissədə uşaq otağımız və orada əsas yataq otağımız. Digərini isə gördünüz, artıq tanış oldunuz. Mənzilin burada yerləşir gözəl, geniş qonaq otağı. Mənzil tam hazırdır. Bütün mebel texnika ilə tam olaraq təchiz olunub. Yəni əlavə nəsə almayacaqsınız, vaxt itkiniz olmayacaq. Alan gündən köçüb yaşaya bilərsiniz. Burada nə var? Mən bir hissə qeyd edim. Burada mənzilin ilk öncə eyvanına çıxış var. Böyük bir eyvanı var. Qonaq otağından çıxırıq. 6 nəfərlik gözəl masamız yerləşdirilib burada. Kondisioneri kimi hər bir şey qoyulub hazırdır. Bu hissədə qonaq otağının TV stendimiz yığılıb. Böyükdür. Sağ, sol və aşağı hissələri, bu görünən hissələri. Hamısı şkaflardır. Buranı da göstərdim. Yəni öz istəyinizə uyğun aksesuar, istənilən əşyanızı yerləşdirə bilərsiniz. Böyük ekran televizorumuz yerləşdirilib. Gözəl də rəng tonları seçilib. Döşəmə parketdir, nəzərinizə çatdırım. İşıqlandırmada deməli mərkəzdə lüstrumuz, spotlar, hər bir şey qaydasındadır. Divarlar da bu hissədə travertindən istifadə olunub. Arasında qara kantlar, gözəl dekor güzgülərimiz və divarlarda ümumilikdə dekorativ sədəf boyadan istifadə olunub. Divan, kreslo jurnali, hər bir şeydə, necə deyim, bir-birinə uyğunlaşdırılıb rəngi olaraq. Tablolarımız yerləşdirilib, bunlar da hamısı əl işidir, yəni alınma deyil. Məncə qonaq otağından bu qədər kifayət edər. Gəlin mən sizə göstərdim. Ən azı qonaq otağı qədər gözəl olan mənzilin mətbəxinə. Ölçülər yaxşıdır, onu nəzərinizə çatdırım. Girişdə olan isti döşəmə burada da davam etdirilib. En olaraq yaxşıdır, yəni dar uzun otaq deyil, belə deyim. Burada nələr var? Mətbəxin bu hissəsində belə bir şkaf yığılıb bu hissədə. Aşağı hissəsi də əşyalarınızı burada yığa bilərsiniz. Yəni kifayət qədər yeri var. Burada da kondisioner var, yəni bütün otaqlarda kondisioner yerləşdirilib. Texnikalarımız soyuducu, soba, bunlar hamısı təzədir, istifadə olunmuyor. Qaz peçi, aspirator, üstü və sinəliyi mərmərdir. Burada qab yanımız da yerləşdirilib. Mənzildə istifadə olunan elektrik qutuları hamısı Original Panasonicdir. Yəni bunlar qeyd edirəm ki, keyfiyyətli təmiri var mənzilin. İçərisini də göstərdim, dərinlikdə çox yaxşıdır. Yuxarı hissələrdə də şkaflardır. Ona görə əşyalarınızı tam rahat yerləşdirəcəksiniz. Burada da yenə televizorumuz yerləşdirilib. Arxa hissəsi də dekorlarla bəzədilib. 4 nəfərlik masamız, bir dənə də tavan hissəni görsədək, tam təsəvvür formalaşsın bu mətbəximiz haqqında. Keçək digər otaqlara. Gəlin mən buradan sizə göstərdim mənzilin uşaq otağını. Uşaq otağı deyəndə yəni ölçüsü yaxşıdır. Sadəcə bura uşaq otağı kimi nəzərə alınıb. Mebellərdən ona uyğun yığılıb. 2 ədəd balaca taxtımız. Arxa hissələrdə yəni dolablar kifayət qədərdir. Bu hissədə də yenə yığılıb. Yazı masası yuxarı hissəsinə bütün əşyalarınız yerləşəcək. Bayaq qeyd etmişdim, otaqlarda döşəmə parketdir. Gəlin mən sizə göstərdim. Burada yerləşir mənzilin əsas yataq otağımız. Ölçüsü də yaxşıdır, demək olar kvadrat şəklindədir. Mebellər tam olaraq təchiz olunub. Taxtımız yerləşdirilib bu hissədə. Arxa hissəsi yenə dekorlarla işlənilib. Burada da kondisionerimiz var. Make-up bu hissədə bu şkaflar. Bunların hamısını göstərirəm ki, tam təsəvvür formalaşsın sizdə. Yataq otağımın bu hissəsində də yenə dolabımız yığılıb. Buranı da göstərək. Dərinlikdə çox yaxşıdır. Yəni kifayət qədər yerimiz. Keçək, mən sizə göstərdim mənzilin sanitar qovşaqlarını, sonra qiymət və digər məlumatları bir daha nəzərinizə çatdıracağam. Bayaq qeyd etmişdim, girişdən solda yerləşir, ayrı-ayrıdır, dediyim kimi bir yerdə deyil. Buraları da görsədək, bütün hər bir şey, aksesuarlar hamısı var. Paltaryan da burada yerləşdirilib, nəzərinizə çatdırım, duş kabin yığılıb. Bunların da hamısı tam olaraq keyfiyyətlidir və burada da yerləşir kiçik sanitar
qovşağımız divarçı unitaz moydadır və gözəl, maraqlı teksturalda qranitlər seçilib. Belə, mən demək olar mənzildə nə var nə yox, hər şeyi tam xırdalığına qədər sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Nərimanovda, Nərimanov metrosuna piyada 6-7 dəqiqəlik məsafədədir. Yeni tikili binada gözəl təmirli və tam hazır əşyalı mənzildir. Ölçüsü 101 kvadratdır. 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Gördüyünüz şəkildə satılır və mənzilin də start olaraq qiyməti 400 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.